Hazırda Sumqayıt şəhərində tikilən 9 yeni zavoddan 5-i bu il istehsala başlayacaq. Nəticədə 2000-dən artıq daimi iş yeri açılacaq. Ölkədə tikilən yeni zavodların istehsal etdiyi məhsulların böyük hissəsi ixrac üçün nəzərdə tutulub. Bu zavodların bir hissəsi əvvəllər fəaliyyət göstərən zavodların bazası əsasında, bir hissəsi isə tam yeni istehsal sahələridir. Sumqayıt Kimya Sənaye Parkında 167 hektar ərazidə yerləşən fiziki və mənəvi cəhətdən köhnəlmiş zavodların, yeraltı və yerüstü obyektlərin söküntüsü və daşınması işi yüksək səviyyədə yerinə yetirilib. Ərazi tam olaraq təmizlənib. Hazırda parkın ərazisində yeraltı infrastruktur şəbəkəsinin və 110 kilovatlıq yarımstansiyanın tikinti quraşdırılma işləri tamamlanıb. Keçən müddət ərzində Sumqayıt Kimya Sənaye Parkında ümumi investisiyaların həcmi 1,2 milyard dollar təşkil edən 10 müəssisəyə rezident statusu verilib. Bu regionda rekord göstəricidir. Qonşu ölkələrin heç birində, heç bir sənaye parkında bu göstəricilər malik deyil. Burada ən müasir texnologiyalar əsasında polipropilen və yüksək sıxlıqlı polietilen, Sokar Polimer ümumiyyətlə Sumqayıt Kimya Sənaye Parkının ən nəhəng layihəsidir. 780 milyon investisiya qoyuluşudur və önəmlisi budur ki, polipropilen və yüksək sıxlıqlı polietilenin istehsalı Azərbaycanda bir növ multiplikasiya effekti yaradaraq orta və kiçik sahibkarlığın inkişafına dəstək edəcək. Sumqayıt Kimya Sənaye Parkı ərazisində tikilən Sokar Polimer MMC ölkə iqtisadiyyatı üçün xüsusi önəm daşıyır. Avstriya və Kanada texnologiyası əsasında illik istehsal gücü 180 min ton polipropilen və 120 min ton yüksək sıxlıqlı polietilen təşkil edən zavodların inşasına qoyulan ümumi investisiyanın həcmi 778 milyon Amerika Birləşmiş Ştatları dollarıdır. Bugünədək tikinti işlərinin ümumilikdə 60%-i görülüb. Hazırda tikinti işlərinə 2600-dən çox insan cəlb edilib. Burada istehsal olunan məhsullar həm daxili tələbatı ödəyəcək, həm də ixrac yönümlüdür. Ən əsası zavodun istehsalı hesabına çox ciddi bir sənaye sahəsi yaradılacaq. Əhəmiyyətlidir ki, bu layihədə istehsal olunan polipropilen və polietilen çox fərqli bir sahələrdə istifadə ola bilər. Bu sahələrin sayı tip sənayesi polipropilen, toxum sənayesi polipropilen, yüngül sənaye yenə də polipropilen, yüksək sıxlıqlı polietilen isə boru kəmərlərində, plasmasların çox müxtəlif növlərində istifadə oluna bilər. Əhəmiyyətli bir faktor o ki, bizim istehsal elədiyimiz polipropilen və polietilen ən yüksək beynəlxalq standartlarına uyğun olacaq. Lyondell, Basel və Ineos şirkətlər bizim lisenziyarlardır. Sumqayıt Kimya Sənaye Parkında polipropilen və yüksək sıxlıqlı polietilen qurğularının inşa olunması bu qurğuları xam mala təchiz edən Azərkimya İstehsalat Birliyinin etilen polietilen zavodunun da yenidən qurulmasını zəruri edib. Ona görə də hazırda zavodun EP300 istehsalatında yenidən qurma işləri aparılır. İlkin mərhələdə yenidən qurma hesabına məhsuldarlığın ildə 135 min tondan 190 min tona yüksəlməsi, yeni qurğuların tikilməsi hesabına hidrogenin qatılığının 90%-dən 99,9%-ə çatdırılması, idarə etmə sisteminin yeniləşdirilməsi nəzərdə tutulur. Sokar Polimer ilə Azərkimya arasında müqavilə bağlanıb, ildə 120 min ton etilen və 190 min ton propilen məhsulu ilə təmin olunacaq. Yeni qurğular tikiləcək, bu propan-propilen fraksiyasının təmizlənməsi qurğusudur, istifadəyə verilməlidir və modul şəkilli hidrogen qurğusu istifadəyə verilməlidir birinci mərhələ üzrə. Yeni tikilən nəhəng istehsalat sahələrindən biri də karbamid zavodudur. Qafqazda analogu olmayan zavodun istehsal edəcəyi məhsullara həm respublikamızda, həm də xarici bazarlarda çox böyük ehtiyac var. Müəssisənin inşasına 2014-cü ildə başlanıb. 2018-ci ildə istismara verilməsi planlaşdırılan müəssisədə müxtəlif mineral gübrələr istehsal ediləcək. Belə ki, zavodda gündəlik 1200 ton amonyak və 2000 ton karbamid istehsal olunacaq. İstehsalat ən müasir texnologiyalar əsasında qurulub. Mütəxəssislərin araşdırmalarına görə zavodun məhsullarına nəinki yaxın qonşu ölkələrdə, eləcə də Avropada çox böyük ehtiyac var. Zavodun əsas məhsulu azot gübrəsi tamamilə Azərbaycan Respublikasının daxili tələbatını, azot gübrəsinə daxili tələbatını tam ödəyəcək və izafi məhsul təxminən biz hesab edirik ki, bu 400-500 min ton arasında olacaq, xarici bazarlara ixrac olunacaq və əsas biz burada hədəf bazarı kimi biz Türkiyə və Qaradəniz və Ağdəniz ölkələrini nəzərdə tuturuq. Qeyd edək ki, hazırda zavodun tikintisində 3000-dən artıq işçi çalışır. Bu zavodların 5-i bu il istehsala başlayacaq. Nəticədə 2000-dən artıq daimi iş yeri açılacaq.
Surxay Atakişiyev, Zahir Ağamir, Bəhruz Niftəliyev, xəbər.